Ay maşallah, ay maşallah. Bu bal satışa getməyəcək. Yəqin ki bu kötüyü birçoxunuz görmüsünüz. Bu kötüyün balın 1 kilogramını 100 manata satış etmiştim. 2 ədəd video çəkmişdim bu kötüklə. Hər bir video 1 milyon izlənilmişdi. Deməli bu kötüyün içərisində olan bal, yenə deyirəm, 1 kilogramı 100 manata satış olunan baldır. Bu bal mən hardasa 4-5 kilogramı arı üçün saxlamışdım. Yəni arı qışa getmişdi. Bunun içərisində arı vardı. Bax, giriş hissəsi də bu idi. Təəssüf ki bu arı qışdan çıxa bilmədi. Bu arıya bu 400-500 manatlıq balı saxlamağımın məqsədi sadəcə bir maraq idi. Yaza necə çıxacaq, nə gücdə çıxacaq və öz nəslini bu kötüyün içərisində davam edə biləcəkmi? Digər yeşikdə olan arılarımızdan fərqli olan odur ki, biz bunun şanını çıxardıb baxa bilmirdik. Ana arının olub olmadığına baxa bilmirdik. Hansı bir xəstəliklərə yoluxduğunu biz baxa bilmirdik. Ona görə də böyük ehtimal ki bu arı ölüb. İndi biz bir yerdə arı ölübdür. Ona görə məcbur bu şanları da, bal da buradan çıxardacağıq və biz bunun nədən öldüyünü bir yerdə araşdırmağa çalışacağıq. Biz bunun satışını etməyəcək, çünki biz bəziləri kimi ölü arıların balını satmırıq. Bunun da bir səbəbi var. Ölən arının balı satılmaz. Nəyə görə? Yəni düşər, düşməzdə nə görə yox. Yəni belə şeylərə görə mən inanmıram. Çünki bunun məqsədi var. Keçən dəfə bununla bağlı bir video çəkiliş eləmişdim. Çox sayda arıçılar zəng eləyib, xahiş elədilər ki, o videonu silim. Yəni bir problem yaşayacağını dedilər. Ona görə də istəmirəm o mövzuda ümumiyyətlə danışım. Nə səbəbə görə ölən arının balı satılmır. Yəni kiməsə maraqlı olsa şəxsi yazar, cavablandıra bilərəm. Deməli, baxın, belə gördüyümüz budur. Bu hissəni arılar, burada pətəkdə olan arılar yeməyib, digər çöldən gələn belə uçuş edən arılar, oğurluq edən arılar götürüb daşıyıblar buradan. Aşağını görürəm ki, arılar salxımın içərisində ölüb qalıblar. Bunu da belə buradan çıxardım. Baxın, bu cür gözəl baldır. Belə görünüşü var, amma yeməsi məsləhət deyil, təəssüf ki. Bunun içərisinə biz bu cür çubuqlar yerləşdirmişdik ki, bu da kebab çubuqlarıdır. Propolislə elə bərkidib ki, arılar çıxartmaq da olmur. Bunu bərkitmişdik biz, karkas əvəzi idi. Yəni biz bunu bura bərkitməsək, şanlar dağıla bilir, qırıla bilir. Bu bala görə heç kim yazmasın. Ya özüm yeməyəcəm, sizin gözünüzün qabağında mən bu balı arıya verəcəm. Bu bal satışa getməyəcək. Mənə maraqlı olan bu dəqiqə nədir? Bu arılar nədən ölüb? Bu şanı ona görə dağıdıram ki, bu nə üçün bu arılar ölüb? Bu şanlar üçün inanın ki, o qədər talabat var. Bu kötük balı üçün mənə ən azı bir 30 nəfər zəng elədi ki, sezonda söhbət gedir. Bunu reklamı edəndə. Qardaş, o balı göndər bizə, biz alaq kötük qarışıq deyə. Deməli, burada bizim görə bildiyimiz nədir? Burada arı toxum qoyub, burada toxum qoyub. Bura arının toxumu olubdur, çıxa bilməyib, ölüblər burada içəridə. Bəlkə də ana arısı olmuyor, bəlkə də olub, onu deyə bilmirik. Görürsünüz, necə gözəl baldır. Deməli, bunu vaxtında satış etsəydik bu balı, inanın ki, bu balın satış edib, bunun yerinə mən özümə 2 dənə arı ala bilərdim. Yəni 500 manat, rahat 5 kilo balı var idi. Hələ bu arılar nə qədər balı yeyiblər bunun içərisində. Bunu belə dağınıq formada çıxartmağın səbəbi odur ki, həm çıxara bilmirəm, həm də ki siz də görə biləsiniz ki, mən bunu satmayacağım da. Yəni satış edəcəyim bir şeyi bu cürə vəziyyətə salmaram. Burada güləm var. Bilmirəm, görə bilirsiniz, bilmirsiniz. Güləm də turşuyub. Güləm nəm çəkib. Ay maşallah. Həqiqətən burada bəlkə də 7 kilo bal olub. 700 manatlıq bəlkə də bal olub burada. Baxın, burada ay maşallah. Ay maşallah. Baxın, baxın, baxın. Bilmirəm, buradan heç telefonu qoymuşam. Bilmirəm, bunu görə bilirsiniz, görə bilmirsiniz. Baxın. Bu bal satışa getməyəcək. Yenə deyirəm, mən bəziləri kimi ölən arının balı satmıram. Biz tam keyfiyyətli bir bal satışı edirik. Baxın, görürsünüz nə qədər bal getdi boşuna. Bunu vaxtında istəyən müştəriyə mən satış etsəydim, bugünkü günü arılarım da olacaqdı. Yəni ki, həmin pula arı da ala biləcəkdim. Cibimdə pul da qalacaqdı. Baxın. Arılar belə şan toxuyub, aşağı hissədə də bal olub burada. Bunu qışda yeyiblər belə. Aşağı hissədə də bal olub. Bunu yeyiblər. Ölən arılar burada bir neçədən görünür. Bu da buradan
Belə görürsünüz ki, bu güləmdir, arı çörəyidir. Bunun kilogramı 200 manata olan məhsuldur. Bunu yığırıq belə. Bu cür gördünüz ki kötüğün içerisini boşalttım. Kötüğün özünden istifade edeceğim. Yazda yeniden arılar yerleştireceğim bura. Bak belə diyeyim size. O deyirdi yazdaki ben bunun kilogramı 100 manata satanda ne insafsız qiymətə bal satırsan 100 manata bal mı olar? Sözsüz ki bu kötüğün balıydı o 100 manata olan. Diğer ballarımız o qiymətə değil. Bizim balların qiyməti 35 manattan başlayır. Yani ki görürsünüz bu arının yaza çıkmak ihtimali çok azdı. Çok az. Ona göre biz mecbur şekilde bu qiymətə bunun satışını edirdik. Bəziləri fikirləşə bilər bunu kiməsə satacağım. Xeyr, əgər satış edəsi olsaydım ben bunu hiç çekip göstermezdim. Çünkü bakan müşteri demez mi ki bas mənə verdiğin neydi senin? Ya adama sual verirler de ben mənə verdiğin neydi? Deyirsən ki ben bunu satmayacağım. Hiç ne kalanın da içini tamamıyla temizleyeceğim. Bunun içerisine yazda yeniden arı yerleştireceğim ve yeniden balın kilogramını 100 manata satış edecek bu kötüğün içerisinde olan balın. Kötükten çıkarttığımız bu balı da bak bu arılara verecek. Bu artık çerçeveleri buradan götürürük. Buraya yerleştirecek böyle. Nuşucanlar inşallah ki yerler.